elektron quruluşuna baxmaqla və yaxud da qısa elektron formuluna baxmaqla və yaxud da belə deyək, xarici elektron təbəqəsinə baxmaqla eyni şey deməkdir. Elementin dövrü sistemdə mövqeyini tapa bilərik. Mövqeyini, yəni dövrü sistemdə yerini, neçənci qrupda, neçənci dövrdə yerləşdiyini tapa bilərik. Hər bir elementin xarici təbəqəsindəki bu elektron quruluşu onun dövrü sistemdəki mövqeyindən xəbər verir. Təbəqənin nömrəsi dövrün nömrəsinə üst-üstə düşür. Bu birinci təbəqədə yerləşirsə, yəni xarici təbəqəsi elementin xaricində birinci təbəqədə 2 elektron varsa, birinci təbəqə onun dövrünün nömrəsinin üstə düşür. Deməli, birinci dövr elementidir bu element. Bəs neçənci qrupda yerləşir, necə taparıq? Xaricdəki elektronların sayı. 2 elektron var, deməli, ikinci qrupda yerləşir. Və A qrupdur. A qrup olduğunu hardan bilərik? Əgər elementlərin sonları S ilə, P ilə bitirsə, bu A qrup elementi sayılır. Bura baxırıq. İkinci təbəqədir. Deməli, ikinci dövr. Xaricdə neçə elektron var? 3 elektron var. Deməli, üçüncü qrup və A qrup. Niyə? Çünki S ilə P ilə bitirsə A qrup sayılır. Bu digər nümunəyə baxırıq. Üçüncü təbəqədir. Deməli, üçüncü dövr elementidir. Yəni, üçüncü təbəqəsi yarımçıq qalıbsa, bu üçüncü təbəqəsini göstərir. Xaricdəki elektronların sayı da qrupun nömrəsini göstərir. 7-ci qrup A qrup. Digər nümunədə yenə ikinci təbəqədir. Bu da ikinci dövr elementi deməkdir. Dövrün sayı nömrəsi 2. Qrupun nömrəsi xaricdəki elektronlar 6 elektronlar demək 6-cı qrup elementidir. Və xarici S ilə P ilə bitirsə A qrup sayılır. İkinci dövr eyni ilə birinci qrup. Dördüncü dövr birinci qrup. Dördüncü dövr beşinci qrup. Birinci dövr birinci qrup. Dördüncü dövr 7-ci qrup. 3s2p6'da da yenə 3-cü dövr 8-ci qrup. Əgər bizə tam verilsə, tutaq ki 1s2, 2s2, 2p6, 3s2, 3p1 verilsə, biz desək ki, biz hansı təbəqəyə, hansı nömrəyə, hansıdakı elektronları seçək. Yenə dediyim kimi, xarici təbəqəni, qısa elektron formuna baxırıq. Tamamlanmış təbəqələri yox, yarımçıq qalan xarici təbəqəni götürürük və burada baxırıq ki, bu 3-cü dövr, 3-cü təbəqədir, deməli 3-cü dövrdür. Xaricində 3 elektron varsa, deməli 3-cü qrupdur. Və axırı S ilə P ilə bitdiyinə görə A qrup sayılır. Belə bir sual çıxır. Bəs elementdə D orbitalla bitərsə, hansı qrup sayılır və yaxud da bu vəziyyətdə olarsa xarici təbəqəsi necə hesablayırıq və B qrup elementlərini necə biləcək ki, B qrupdur. Bayaq dediyimiz kimi, axırı S ilə P ilə bitirsə A qrup elementidir, bu şəkildə D ilə bitirsə B qrup elementidir. Desəniz ki, bəs bunun sonu S ilə bitir, axı biz bilirik D orbital S-dən sonra dolur. Biz onu öncə yazsaq da, əslində S-dən sonra gəldiyinə görə bu D qrup elementi sayılır. Yəni D elementləri sayılır və onlar da B qrup elementləri hesab olunur. Məsələn, indi bura baxaq. 3D3, 4S2 ilə bitibsə bir elementin axırı, bu artıq 4-ə keçdiyinə görə 4-cü təbəqədir, 4-cü dövrdür və xaricdəki elektronları eyni qaydada sayırıq, 5-ci qrup elementidir. D ilə bitdiyinə görə B qrup elementidir. Yəni əlavə yarım qrup elementidir. Bizi bilir ki, bütün əlavə yarım qrup elementləri metallardır. Qeyri-metal yoxdur əlavə yarım qrup elementlərin içində. Burada da artıq 4-ə keçibsə 4-cü dövr. Xaricində 6 elektron var, 6-cı qrup. 4-cü dövr. 7-ci qrup. 4-cü dövr. 8-ci qrup. 4-cü dövr. 9. Cəmi 9 edir, amma 9-cu qrup yoxdur. Biz nə demişdik? Demişdik ki, 8-ci qrup 3 dənə əlavə yarım qrup hissəsi var. Ona görə cəmi 9 da eləsə 8-ci qrupun əlavə yarım qrupu sayılır. Cəmi 10 da eləsə 8-ci qrupun əlavə yarım qrupu sayılır. Bəs cəmi 11 edərsə artıq 4-cü dövr 1-ci qrup əlavə, 12 edərsə 4-cü dövr 2-ci qrup əlavə. 13 edərsə sorsaq 13 edə bilməz. Niyə? Çünki D-də maksimum 10-dur, S-də maksimum 2-dir. Bu da eləyir 12. Həmin dediklərimiz təkcə 4-cü dövrə yox. Yəni bunu eyni ilə digər təbəqələrdə də yoxlaya bilərik. Məsəl üçün, tutaq ki, bu 4D5, 5S2 olsun.
Yenə də eyni qaydada 5s2-dirsə 5-ə keçibsə artıq bu 5-ci dövr sayılır. Xaricdəki elektronların cəmi də qrupu göstərir. 7-ci qrup B. Və yaxud da 5D6 6s2. Yenə 6 keçibsə 6-cı dövr. Xaricdəki elektronların cəmi də qrupunu göstərir. 8-ci qrup B. Bu şəkildə biz elementin dövr sistemində mövqeyini tapmış olduq. Yəni neçənci dövrdə, neçənci qrupda yerləşir, onu tapmış olduq. Bundan başqa biz xarici elektron təbəqəsini düzməklə həm dövr sistemində mövqeyini, həm neçə tək elektronu var, neçə boş xanası var, hansı xassəyə malikdir deyə bir çox məlumatları əldə edə bilərik. Ona görə xarici elektron təbəqəsini düzgün yazmaq çox vacibdir. Bunun üçün dediyimiz kimi elektronların düzülüşünü, düzmə qaydalarını çox yaxşı bilməliyik ki, düzgün şəkildə düzək. Neçə tək elektron var, hansı dövrdə, hansı qrupda yerləşir, bu haqda əlavə məlumatları əldə edək. Məsələn, bizə deyə bilər ki, sıra nömrəsi 13 olan elementin dövr sistemdə mövqeyini, birinci sual, dövr sistemdə mövqeyini tapın. Mövqeyini, yəni neçənci dövr, neçənci qrupdur. Tək elektron sayını və yaxud da tək elektron istəyirsə cütləşməmiş elektron sayı soruşa bilər. Eləcə də boş orbital sayını tapın. 13-ü düzürük. Düzməsi üçün 1s2, ikinci təbəqəyə keçirik, 2s2, 2p6, 2, 8, 10 elektronu getdi, qaldı 3 elektronu. 3 elektronu üçün 3-cü təbəqəyə keçirik, 3s2, bir elektron qaldı, bu da 3p1. Demək, xarici təbəqəsi 3s2, 3p1-dir. Bunu bilməklə dövr sisteminin neçənci dövrdə yerləşdiyini görürük. 3-cü dövr. Xaricdəki elektronları qrupunu göstərir və axırı S-lə P ilə bitirsə bu A qrup elementidir. Dövr sistemində mövqeyini tapdıq. İndi tək elektron sayını soruşur. Tək elektronu tapmaq üçün orbitallara düzməliyik. S-in bir orbitalı var, içərisində 2 elektron yazdıq. P-nin 3 orbitalı var, içərisində 1 elektron. Desəniz ki, bəs mənim əvvəldəkilər də onsuz da orbitallarda dolmuşdu. Onlar dolmasaydı, tamamilə ağzına qədər dolmasa, cütləşməsə, o bir təbəqəyə keçməz. Yəni siz onları onsuz da düzsəniz cüt şəkildə olacaq, yəni dolmuş şəkildə olacaq. Bunlar bizə heç bir üstünlük vermirdi. Hər dəfə bunları yazmaq bizə yəni vacib bir məlumat vermir. Ən əsas məlumatları xarici təbəqələrdir. Deyə bizdən soruşun neçə tək elektron var? Gördüyümüz kimi bir tək elektronu var. Deyirik bir tək elektron var. İkinci sualımıza cavab verdik. Boş orbital sayını soruşur. Boş orbital sayı P orbitalına yanaşı burada D orbitalda var. Sadəcə içində 5 dənə 5 xanası var. Sadəcə içərisində elektronu yoxdur. Yəni bizim neçə orbitalımız boşdur? 2 dənə P orbitalımız boşdur. Üstəlik 5 dənə də D orbitalımız boşdur. Tamamilə boş orbital soruşursa bizim 7 boş orbitalımız var.